Hansı nümunədə şəxssiz növdə olan feil işlənib? Qapı qəfildən açıldı. Buradakı feilimiz məchul növdədir. Kim tərəfindən açıldığı məlum deyil və mübtəda cümlədə iştirak edir. Çox çalışıb nəhayət yükü gətirə bildim. Çalışıb və gətirə bilmək feilləri hər biri məlum növdədir. Çöllər, çəmənlər gül-çiçək ilə bəzənmişdi. Burada bəzənmək sözü qayıdış növdədir. Yenə də mübtədamız cümlədə var və hərəkət öz-özünə baş verir. Sənədlərə baxıldı. Burada baxıldı sözü şəxssiz növdə olan feildir. U şəkilçisi vasitəsilə düzəlmişdi. Göründüyü kimi mübtədası yoxdur. Yönlü halda işlənmişdi. Lazımi qeydlər aparıldı isə, bu feilimiz isə məchul növdədir. Amma yenə də cavabımız bu variant olur. Məhz baxıldı sözünə görə. Uşaqlar bayıda oynayır. Oynayır sözü məlum növdədir. O tərəf bu tərəfə qaçışırdılar. Qaçışmaq feili isə qarşılıq bircəlik növdədir. Sayın yazılışında səhv var. Birinci cümləmizdəki say birinci sözü doğru yazılıb. Bir çox sayı doğru yazılıb. 9-cu sıra sayı doğru yazılıb. Üçünü doğru yazılmışdı. Cavabımız bu variantdır. Çünki 5-dədir sözündə həm mənsubiyyət, həm yerli hal olduğuna görə bu zaman mənsubiyyət yazılmamalı idi. Keyfiyyət bildirən sifət çoxaltma dərəcəsindədir. Sənin təklifin çox əhəmiyyətlidir. Çox əhəmiyyətlidir. Həm çoxaltma dərəcəsindədir, çox sözü vasitəsilə düzəlmişdir, həm də keyfiyyət bildirir və cavabımız bu variantdır. İkinci cümləmizdə dəlisov sözü azaltma dərəcəsindədir. Zərzibalı adi dərəcədədir. Xəbərsiz sözü adi dərəcədədir. Digər cümlədə isə sifət işlənməyib. Uyğunluğu müəyyən edin. Söz sonundakı cingiltili samit kar qarşılığı kimi tələffüz olunur. Bu fikrə uyğun gələn sözümüz fənd sözüdür. D samit ilə bitdiyi üçün tələffüz zamanı D-ı əvəzləməsi baş verəcək. Birə gedir D. Dodaqlanan saitin işləndiyi sözdür. Dodaqlanan saitimiz texnologiya. Burada birinci o dəyişsə də ikinci o qalır. Konkret, konkret kimi tələffüz olunur. Ona görə də orada dodaqlanan sait yoxdur. Saitlərdən biri uzanır. Bu isə əlavə sözünə aiddir. Əlavə sözündə A saiti uzanır. 1D, 2B, 3 isə A olacaq. Yəli halda olan ismin işləndiyi nümunə tələb olunur. Cahilin sözü yəli halda olsa da cahil sifətdir. Sənin yəli halda olsa da əvəzlidir. Növbəti cümlədə yəli hal iştirak etmir. Limon suyu içməyi məsləhət görürlər. Limon suyu birləşməsində burada limon qeyri-müəyyənli haldadır və isimdir. Beşincilərin sözü yəli halda olsa da saydır. Nümunə əsasında yanlış fikri müəyyən edin. Yalnız qrammatik mənası olan söz işlənib, bəli, də köməkçinin hissəsi işlənib, doğrudur. Məcazi məna burada var, zamanın yandırması, arazın alışıb yanması, doğrudur. Bir-biri ilə sinonim sözlər alışmaq və yanmaq, doğrudur. Yan sözü amonimdir, bəli, yan tərəf, bir də yanmaq feili var, doğrudur. Antonim sözlərə isə burada rast gəlinmir. Hər iki fikrin aid olduğu nümunə tələb olunur. Vergül işarəsinin qoyulmasında qüsuru yoxdur. Vergül işarəsi şəxs əvəzliyinin tələbi ilə qoyulub. Burada bu işarə əvəzliyi olduğu üçün bu variantları çıxırıq. O, axı, burada axı ədatı işlənib vergül olmamalı idi. Bu iki cümlələrdə vergül doğru olsa da, şübhəsiz sözünün tələbi ilə qoyulduğu üçün bu variantda çıxırıq. Cavabımız bu variantdır. O, insanlarla ünsiyyətdə çətinlik çəkir. Hansı nümunədə zərf işlənməmişdir? Gözüm yolda, könlüm səsdə, deyin, necə dözüm, dağlar. Burada zərfə rast gəlmirik. Binələri çadır-çadır, çox gəzmişəm, özüm dağlar. Burada çox sözü zərfdir. Qonaq ilə gəlim qardaş, qoşa gedək o dağlara, qoşa tərzi hərəkət sərf edir. Səhər-səhər, həzin-həzin meh vurur. Səhər-səhər zaman zərfidir.
Çoxdan səngisə də vüsal alovu, burada çoxdan sözdə zaman zərfidir. Cavabımız elə birinci variant olacaq. Təsriflənməyən feilin işlənmədiyi nümunəni müəyyən edin. Birinci cümləmizdə atan sözü feili sifətdir. İkinci cümlədə maq məsdər şəkilçisidir. Qazandığın bu da feili sifət şəkilçisidir. Qanan feili sifətdir. Cavabımız bu variant olacaq. İzdiham ondan kənarlaşınca yaralı qartal axsaya-axsaya uzaqlaşır, həyətin bir bucağına sığınırdı. Buradakı sözlərlə bağlı doğru fikirlər tələb olunur. Təsriflənən feillər indiki zamandadır. Uzaqlaşır, sığınırdı. Bəli, hər ikisi indiki zaman şəkilçisi ilə işlənib. Bir doğrudur. İsimlərin hər birinin halı fərqlidir. İzdiham adlı haldadır. Qartal adlı haldadır. Həyətin yəli, bucağına isə yönlü haldadır. İki sözümüz adlı halda olduğuna görə bu fikir səhvdir. Quruluşca mürəkkəb olan söz feildir. Bəli, axsaya-axsaya feili bağlamadır, mürəkkəbdir. Zaman zərfi quruluşca düzəltmədir. Nümunədə zaman zərfinə rast gəlinmir. Mənsubə şəkilçili isim həm də hal şəkilçisi qəbul edib, bucağına sözündə ı mənsubiyyət A yönlü haldır. 5-də doğrudur. Cavabımız olur 1-3-5. Tün qara hərflərlə verilən söz hansı cümlədə mətndəki mənadadır? Mətndə qara hərflə verilmiş sözümüz üzmək sözüdür. Qayıqla suda üzməkdən söhbət gedir və bizim də düzgün cavabımız olacaq. Gəmi ilə həşdarxana üzdüm. Burada da eyni mənada işlənib, suyun üzərində üzmək mənasında işlənmişdir. Digər variantlarda isə üzmək sözü müxtəlif mənalar ifadə edir. Mətn əsasında bunları ehtimal etmək olar. Kimsə qayığı sahildə bağlamağı unutmuşdu. Bu ola bilər, çünki qayıq kimsəsiz idi. Ola bilərdi ki, kimsə unudub və qayıq suyun üzərində öz başına hərəkət etməyə başlayıb. Qayığı idarə edən adam suya dalmışdı, yəni suyun altına girmişdi. Bu da ola bilər, çünki qayıq boş idi. Ola bilər ki, onun sahibi suyun altındaydı. Göldə güclü dalğalar vardı. Bu yanlışdır, çünki mətndə burada qeyd olunur ki, hava sakit idi. Qayığı kimsə məqsədli şəkildə digər qayığa toxundurmuşdu. Bunu iddia edə bilmərik, çünki orada qayığın sahibsiz olduğu göstərilir. Qayıq boş deyildi, içərisində kimsə vardı. Bu da elə həmin fikrə görə yanlışdır. Cavabımız olur 1 və 2. Üzərində rəqəm qoyulmuş hansı söz məcazi mənadadır? Birinci sözümüz burada sevirdim sözüdür. Üzməyi sevmək həqiqidir. Balaca qayıq həqiqidir. İnsan dincəlir, düşünür həqiqidir. Sakitliyin pozulub, sakitlik mücərrəd isimdir. Pozulması da mümkün deyil. Cavabımız olacaq 5. Çünki əsl cavab oradadır, öz içimizdə cümləsi hansı işarənin yerinə uyğun gəlir? Cavabımız üçbucaq olacaq. Çünki burada yazıb ki, gözlərimi yumub yenidən diqqətimi içimə yönləndirdim. Ona görə də deyir ki, əsl cavab öz içimizdədir. Məhz bu fikrə görə cavabımız üçbucaq işarəsi olur. Altından xətt çəkilmiş cümlədəki fikirdən bu nəticəni çıxarmaq olar. Cümlədə yazıb ki, bu qayıq da boşdur. Buradan o nəticəni çıxada bilərik ki, qarşımızdakı günahkar bəzən sadəcə həyatın təsadüfüdür. Günahkar dırnaq içərisində verilib. Yəni, əslində orada heç bir günahkar yox idi. Təsadüfən başqa bir qayıq onun qayığına toqquşmuşdu. Günahkar axtarmağa heç bir səbəb yox idi. Yəni, bu təsadüfən baş vermiş bir hadisə idi. Bizə qəzəb gətirən pis insanların niyyətidir. Mətndə pis insanlar və yaxud da insanların niyyətindən söhbət getmir. Sadəcə o öz-özünə, həmin insan öz-özünə qəzəblənir, hadisələrə emosional yanaşır və sonra başa düşür ki, bu qəzəb sadəcə onun özünün yaratdığı qəzəbdir. Bizi incidən söz və ya davranışın arxasında bəzən şüurlu niyyət olmaya bilər. Bu doğrudur, çünki mətndən də bəllidir ki, orada qayığı heç kəs məqsədli şəkildə onun qayığına toqquşdurmamışdı və şüurlu niyyət yox idi. Ona görə cavabımız olur 1 və 3. Qəzəbli ikən başqalarına yaxşılıq etmək mümkün deyil. Mətndə yaxşılıq etməkdən söz keçmir. İçi boş insanlarla ünsiyyət qurmaq lazım deyil. Mətndə də ümumiyyətlə insanlarla ünsiyyət qurmaqdan söhbət getmirdi və yanlış fikirdir. Cavabımız 1-3 olur. Mətndən belə nəticə çıxarmaq olar. İnsanların bütün reaksiyaları boş və mənasızdır. Xeyr. Kimsə səni incidirsə, bunun məqsədli olduğunu düşünməlisən. Əksinə, bunun tərsini mətndə biz görürük. Daxili sakitlik xarici mühitin tam sakit olması ilə mümkündür.
Bu da yanlışdır. Çünki yenə də insanın özündən asılıdır. Xarici mühit orada sakit olsa da qayığın toqquşması nəticəsində həmin sakitlik pozulur. Amma yenə də qəzəblənməyə heç bir əsas yox idi. Hadisələri emosional qarşılamaq özümüzdən asılıdır. Bu doğru fikirdir. Çünki mətn nəql edən şəxs görürük ki, axırda belə bir qənaətə gəlir ki, hər şey insanın içində baş verir. Yəni hadisələrə necə yanaşmamız bizim özümüzdən asılıdır. Emosional qarşılamaq və yaxud da qarşılamamaq da bizim özümüzdən asılıdır. Günahkarı cəzalandırmaq daxili rahatlığı təmin edir. Burada ümumiyyətlə günahkar yox idi və onu cəzalandırmaqdan söz getmirdi. Bu da yanlış fikirdir. Mətnin planının düzgün ardıcıllığını müəyyən edin. Ən birinci dincəlmək və düşünmək ənənəsindən söz keçir birinci abzasda. Sonra mətnin ikinci abzasında biz meditasiya ilə məşğul olduğunu görürük. Yəni növbəti olacaq meditasiya edilməsi. Daha sonra qəfil toqquşma baş verir və həmin insan boş qayığın verdiyi dərsi bizə göstərir. Deməli cavabımız olur 1, 4, 3 və 2. Birinci abzasda nöqtələrin yerinə uyğun söz tələb olunur. Cavabımız olacaq səssizcə. Qəzəb, əsəb, taqətsiz, narahatlıq bunlar hamısı mənfi təəssüratlardır. Amma biz orada birinci abzasda onun sakit, səssizcə üzdüyünü görürük. Tək başına idi. Saatlarla suyun üzündə səssizcə üzərdim fikri daha məqsədə uyğundur. Mətn nəql edən şəxsə aid iki fərqli xüsusiyyət tələb olunur. Mətn nəql edən şəxs biz görürük ki, səssizliyi sevən biridir. Yəni sakitliyi sevəndir, düşüncəlidir, düşüncələrə dalır, özü ilə bağlı düşünür, düşüncəlidir. Daha sonra yaza bilərik ki, nəticə çıxarmağı bacaran insandır. Nəticə çıxarır. Hadisələrdən nəticə çıxarmağı bacaran insandır. Öyrənməyə meyillidir. Hadisələrdən nəticə çıxarır və nələrsə öyrənməyə çalışır. Bu kimi fikirləri yazmaq olar. Cədvəli tamamlayan fikirlər yazın. Mətndəki əsas problem və problemin mətndə təklif edilən həlli yoldur. Mətndəki əsas problem bizə göstərilir insanın qəzəbli olması, yəni qəzəb, əsəb, stres və problemin həlli yolu kimi bizə göstərilir ki, İnsan daim öz diqqətini içinə yönəltməlidir. Yəni öz içində nə isə həll etməyə çalışmalıdır. Daha sonra bu bir. İkinci versiya yaza bilərik ki, hadisələrə emosional yanaşma və problemin həlli yolu kimi yenə də biz yaza bilərik ki, heç də günahı daim başqalarında axtarmaq lazım deyil. Bəzən bu qəzəb sadəcə qarşımızdakı insandan yox, mənim öz içimdən qaynaqlanır deyir. Yəni ki, problemi başqalarında axtarmağa ehtiyac yoxdur. Bəzən qəzəb sadəcə bizim içimizdə yaranır və biz özümüz onun öhdəsindən gəlməliyik. Bunu da yazmaq olar. Mətn nəticə hissəsi ilə bağlı yanlış fikri müəyyən edin. Mətn nəticəsi bu abzasdır ki, Nigar xanımın fəaliyyəti, həyat yolu Azərbaycan qadınının gücünü və iradəsini simvolizə edir. Yalnız bir abzasdan ibarətdir, bəli. Konkret bir hadisə barədə məlumat verilir. Cavabımız bu variant olacaq. Çünki biz burada mətndə olan hadisələrin ümumiləşmiş versiyasını görürük. Yəni bütövlükdə Nigar xanımın fəaliyyətini dəyərləndirir. Qeyd edir ki, onun fəaliyyəti məhz Azərbaycan qadının gücünü göstərir. Ona görə konkret bir hadisə yoxdur. Yəni heç bir fakta rast gəlinmir. Nigar xanımın fəaliyyətinin qiymətləndirməsi var. Ümumiləşmiş fikirdir, bəli və mətndən çıxan əsas fikir ifadə olunur. Bu fikir də doğrudur. Birinci Dünya müharibəsi dövründə Nigar xanımın həm rəhbər vəzifəsini icra etməsi, həm də xəstələrə hospitalda şəxsi qulluq göstərməsi onu göstərir ki, o rəhbər idi, yəni liderlik xüsusiyyəti var idi. Həmçinin öz işinə məsuliyyətlə yanaşırdı. Rəhbər olmasına baxmayaraq təkcə işçilərdən nəsə gözləmir, həm də özünə nəsə etməyə çalışırdı. Yəni məsuliyyətli idi. Eyni zamanda mərhəmətli idi ki, xəstələrə də qulluq edirdi. Bu onun həm də mərhəmətli insan olmasını sübut edir. Düzgün cavabımız bu variantdır. Siyasi idarəçilik və liderlik, təkcə siyasi idarəçilik, liderliyi bura uyğun gəlmir. Həmçinin rəhbər olaraq o
Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik edirdi. Ona görə də bu fikirlər təkcə bu fikirlərin verilməsi bizi qane etmir. Şöhrətpərəstlik ümumiyyətlə o insanda yox idi. Millətsevərlik, vətənpərvərlik də verilmiş hər iki faktı əhatə etmədiyinə görə seçə bilmirik. Yəni rəhbər vəzifəsini icra etməsi onun heç də millətsevər, vətənpərvər olması demək deyil. Düzdür, insanların qayğısına qalırdı, amma verilən xüsusiyyətlər bütöv şərtdəki iki faktı da əhatə etməlidir. Ona görə də bizim düzgün cavabımız olacaq mərhəmət, məsuliyyət və eyni zamanda liderlik. Cədvəli tamamlayan fikirlər tələb olunur. Mətndən belə nəticəyə gəlmək olar ki, Nigar xanımın yaşadığı dövrdə Azərbaycan Çar Rusiyasının tərkibində olub. Bu doğru fikirdir. Çünki burada mətndə verilir ki, o Çar və hökumət nümayəndələrinə müraciət edərək onlardan yardım, təqaüd ayrılmasını tələb edirdi. Yəni Çar Rusiyasından icazə istəyirdi. Həmçinin o qeyd edirdi ki, xeyr, mən heç vaxt Rusiyadan kənara çıxmamışam. Belə çıxır ki, Azərbaycan o dövrdə Rusiyanın tərkibindəymiş. Nigar xanım ali təhsilli Azərbaycan qadınlarından ilham alıb. Bu yanlış fikirdir, çünki o özü digər qadınlara ilham olmuşdu və ali təhsil almış ilk qadın idi. Ona görə ondan öncə ali təhsil alan qadınlar yox idi. Biri seçirik. Ehtimal etmək olar. Daha sonra Rusiyadan kənara çıxmasına dair heç bir əsas yoxdur mətndə. Ona görə bu yanlış fikirdir. Fransız dilini ali təhsil aldığı müəssisədə öyrənib. Bunu ehtimal edə bilərik, çünki Nigar xanımın mətndə ali təhsil alması vurğulanır və fransız dilini də bilirdi. Böyük ehtimal o bunu təhsil aldığı müəssisədə öyrənmişdi və düzgün cavabımız olacaq 1 və 4. Mətndə bəhs olunan dövrə aid edilə bilməz. Xeyriyyəçilik yaşadılırdı, bəli. Elə Nigar xanımın fəaliyyəti nəticəsində biz bunun şahidi oluruq. Qadınlar təhsil alması ənənəvi deyildi, bəli. Çünki Nigar xanım özü ilk təhsil almış qadın idi və digər qadınlara ilham olur. Müharibə insanların həyatına ciddi təsir edir, bəli. Orada biz görürük ki, Nigar xanım hospitalda yaralılara kömək edirdi, onların ailəsinə məktublar yazırdı. Və bundan başqa deyə bilərik ki, həyatını itirən hərbçilər var idi. Onların ailəsi üçün yardım, təqaüd tələb edirdi. Deməli, insanların həyatına təsir etmişdi. Maarifçilik ənənələri güclənməkdə idi. Bəli, bunu da biz Nigar xanımın fəaliyyəti nəticəsində görə bilirik ki, o təhsil alır və digər qadınlara da ilham olur. Həmçinin ümidli danışır, qeyd edir ki, gələcəkdə bütün qadınlarımız mənim kimi olacaq. Amma qadınların ictimai fəaliyyətinin qadağan olmasını biz görmürük. Çünki Nigar xanımın fəaliyyətinə hər hansı bir qadağan qoyulmasının şahidi olmuruq. Kontekstə görə tünd qara hərflərlə verilən ifadələrə aid fikirlər. Deməli, heyran qalmaq, valeh olmaq doğrudur. Çalışqan idi, zirək idi. Təqaüd və yaxud da pensiya, təvazökarlıq sadəlik deməkdir, amma gülümsəmək pıqqıldamaq deyil. Pıqqıldamaq pıq-pıq səsi çıxarmaqdır. Gülümsəmək onun qarşılığı ola bilməz. Düzgün cavabımız bu variantdır. Mətnin başlığındakı nöqtələrin yerinə yazmaq olmaz. Nigar xanım Qırmızı Xaç Cəmiyyətinin rəhbəri idi. Bu bəli. Vətənsevər idi, doğrudur. Çünki vətən üçün çalışırdı, istəyirdi qadınlarımız təhsil alsın, dilimizi müdafiə edirdi və xəstələrə yardım göstərirdi. Xeyriyyətçi xanım idi, bəli, elə xəstələrə yardım göstərməsindən bəllidir. İlk ali təhsilli Azərbaycan qadındır. Bu da mətnin girişində yer alır, amma universitet professoru olması mətndə yoxdur. Sadəcə ali təhsil alması göstərilir. Mətnlə bağlı yanlış fikir tələb olunur. Ailə üzvləri mütərəqqi fikirli və maarifpərvər idilər. Bu doğrudur. Çünki atası onu dəstəkləyirdi. Onun təhsil almasına, elmə maraq göstərməsinə müsbət baxırdı. Doğru fikirdir. Dil və ədəbiyyat sahəsində mövqeyi milli kimliyin qorunmasına xidmət edirdi. Bu da doğrudur. Çünki orada qeyd olunur ki, o ərəb-fars sözlərinin istifadəsinə qarşı idi. Bir çox sahələrdə fəaliyyət göstərmişdi. Bunu da doğru qəbul etmək olar. Çünki həm Qırmızı Xaç Cəmiyyətinin rəhbəri idi, həmçinin orada deməli qəzetimiz var idi, Bakıda nəşr olunan. Burada göstərilir ki, Yeni Fikir qəzetində çalışmışdı.
Bundan başqa Tiflis şəhərində Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətinin üzvü idi. Görünür ki, bir çox fəaliyyətlə məşğul olub. Nigar xanım qadın azadlığı uğrunda fəaliyyətini yalnız Azərbaycanda həyata keçirib. Bu yanlış fikir olacaq. Çünki göstərdiyim kimi burada qeyd olunur ki, Tiflisdəki cəmiyyətin də üzvü idi. Belə çıxır ki, təkcə Azərbaycanla məhdudlaşmırdı. Müharibə illərində xeyriyyəçi təşkilatların, şəxslərin təşəbbüsü ilə sosial yardımlar həyata keçirilirdi. Bu da doğrudur. Elə Nigar xanımın rəhbərlik etdiyi Qırmızı Xaç Cəmiyyətinin buna misal göstərmək olar. Hansı yeni fikir mətnə əsasən təksib etmək olar? Nigar Şıxlinskaya Qafqazda qadınların təhsili və sosial hüquqları uğrunda mübarizənin öncüllərindən biri sayılır. Bu doğru fikirdir. Çünki həm Azərbaycanda, həm də Tiflisdəki cəmiyyətin üzvü idi və qadınların təhsil almasına və onların həqiqətən də hüquqlarının qorunmasına çalışırdı. Bəhs olunan dövrdə qadınların ictimai-siyasi fəallığı artırdı. Bunu da qəbul etmək olar. Nigar xanım və ondan sonraki qadınlara ilham olmasını görürük. Nigar xanım qadınların maariflənməsi və sosial müdafiəsinə bağlı layihələrdə fəal rol oynayıb. Bəli, Tiflisdəki cəmiyyətin üzvü idi. Bunu misal göstərmək olar. Nigar xanımın yaşadığı dövrdə Azərbaycanda artıq milli mətbuat yaranmışdı və inkişaf edirdi. Bəli, orada Bakıda nəşr olunan qəzetin adı çəkilir, hansı ki, Yeni Fikir qəzeti idi. Bunu da doğru hesab edə bilərik. Çar Rusiyasında müharibə iştirakçılarının ailə üzvlərinin sosial müdafiəsi layiqincə həyata keçirilirdi. Bunu təksib etmək olar, çünki layiqincə həyata keçirildiyini biz görmürük. Ona görə ki, Nigar xanım özü dəfələrlə müraciət etmişdi. Burada yazır ki, Çar və hökumət nümayəndələrinə müraciətlər edərək onlardan yardım, təqaüd ayrılmasını tələb edirdi. Yəni Nigar xanım bunu tələb edirdi, buna təşəbbüs edirdi. Çar hökuməti tərəfindən hər hansı bir yardımın olunmasını biz mətndə görmürük. Yəni əgər olunsaydı, o belə bir addım atmazdı. Deməli, lazımınca diqqət göstərmədiyinə görə də Nigar xanım bunun üçün səy göstərirdi. Düzgün cavabımız da elə bu variant olacaq. Mətnə əsasən doğru fikri müəyyən edin. Nigar xanımın fəaliyyət göstərdiyi dövrdə milli problemimiz vardı ki, Azərbaycan dili yad təsirlərə məruz qalırdı. Bunu seçirik, çünki torpaqların itirilməsi mətndə qeyd olunmur. Dilin yad təsirlərə məruz qalması var idi. Ona görə ki, mətndə göstərilir ki, o e, öz yazılarında dil məsələlərini qaldırırdı. Ərəb, fars sözlərinin yerinə milli sözlərimizi işlətməyi tövsiyə edirdi və milli ədəbiyyatımızı qorumağın vacibliyini bildirirdi. Bu fikirlərlə biz əsaslanma apara bilərik ki, belə bir problem var idi ki, Nigar xanım onları həll etməyə çalışırdı. Nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Mətndə nöqtələr olan hissə məhz buradadır ki, ailəsi onun elmə, təhsilə olan marağını nə edirdi? Yaza bilərik ki, dəstəkləyirdi. Bu zaman yazacağımız söz mübtəda ilə uzlaşmalıdır. Zamana diqqət etmək lazımdır. Çünki burada deyirdi. İndiki zamanda işlənib, idi hissəci ilə biz də o cür verməyimiz lazımdır. Dəstəkləyirdi yazmaq olar, bəyənirdi yazmaq olar, marağını bəyənirdi, müdafiə edirdi yazmaq olar və s.